Birinci Qarabağ müharibəsinin şəhidi, müəllim və baş leytenant Salman Cəfərovun anım günü və 60 illik yubileyi Salyan rayonunun Yenikənd kəndində qeyd edilib. Tədbirdə şəhid ailələri, Salman Cəfərovun yaxınları, kənd sakinləri, müəllimlər və məktəblilər iştirak ediblər. 1965-ci ildə Salyan rayonunun Yenikənd kəndində zəhmətkeş bir ailədə dünyaya göz açan Salman Cəfərov ali təhsilini uğurla başa vurduqdan sonra hazırda adını daşıyan Yenikənd kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərməyə başlayıb. 1992-ci ildə o könüllü şəkildə Qarabağ döyüşlərinə üz tutub. Füzuli, Ağdam, Kəlbəcər və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edən qəhrəman döyüşçü təkbaşına düşmənin 8 tankını və müxtəlif hərbi texnikasını məhv edib. O Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olub. Anı və yubiley tədbirini şəhidin müəllimi Bəyməmməd Səlimov təşkil edib. Tədbirdə çıxış edənlər Salman Cəfərovun həyat yolundan, müəllim və döyüşçü kimi nümunəvi fəaliyyətindən söhbət açıblar. Yenikənd kənd orta məktəbində mənə verilən siniflərin biri də Salman müəlliminin sinifi idi. Salman özünə çox qapalı bir uşaq idi. Dindirməsən dinməzdi, danışmazdı, fərdi soruşmasan, ümumi frontal sorğularının heç birində iştirak eləməzdi. Bu tamamilə başqadır. Artıq sonra bu yuxarı pillələrə qalxdığı üçün 11-ci sinifdə bunu tamamilə tanıdım və inandım ki, Salman danışmaqdansa iş görməyə üstünlük verən bir şəxsdir. Salman müəllim haqqında bircə onu deyə bilərəm ki, bu insan Füzuli istiqamətində başlayan 929 sayılı hərbi hissənin nəzdində yaradılmış tank əleyhinə idarə olunan raketlərin ən böyük mütəxəssislərindən biri idi. Çünki bu ixtisası o həyatda özü qazanmışdı. Qazaxıstanın Zambul vilayətindən başlanan onun döyüşün sirlərinə öyrənmə həvəsi, o əskərlik həyatı onun üçün bir həyat dərsi olmuşdu. Və o mənfur düşmənlər, o nankor qonşularımız vətən torpağına baskın eləyəndə Salman tərəddüd etmədən birbaşa hərbi komissarlığa getmiş, oradan da 929 sayılı hərbi hissənin tərkibində döyüşə yollanmışdı. Baxın, ehtiyatda olan zabit kimi, leytenant kimi döyüşə atılan bu cəsur insan baş leytenant rütbəsinə qədər ucaldı. Uryandağ istiqamətində gedən döyüşdə düşmənin onlarla canlı qüvvəsini və 5-ə qədər zirehli texnikasını özünün sərras atışı ilə, özünün beyninin düşüncəsi ilə məhv elədi. Salman cəsur, dönməz və mətin bir insan idi. Allah ruhunu şad eləsin. Daha sonra şəhidin adını daşıyan Yenikənd kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeir səsləndiriblər. Qəhrəman şəhid Salman Cəfərovun xatirəsi dərin ehtiramla yad edilib. Səmil Quliyev bugün informasiya proqramı üçün.